Lövhəbatanda iş var yoldaşlar, Lövhəbatanda iş var. Mən sizə bu Lövhəbatandakı işdən bəhs etmək istəyirəm. Qeyd edeyim ki, bu iş 5 saatlıq bir işdir. Abşeron Ticarət Mərkəzindədir. Təxminən 400-500 manat verə bilirsinizsə. 20-35 yaşlı bir xanımsınızsa, notebookdan istifadə bacarığınız varsa, Excel proqramında oturub səhv edə bilirsinizsə, tam zamanlı və oturaq olan bir işdir. Şənbə və bazar günləri qeyri-iş günlərdir, istirahət gününüzdür. Bazar ertəsindən cümə gününə kimi saat 10-dan 3-ə qədər olan bir işdir. Belə bir işə müraciət edə bilərsiniz. Bu, yəni Lövhəbatandadır, oralarda yaşayan şəxslər ancaq sərf edə bilər, belə deyim. Və yaxud da bilmirəm, uyğundursa sizlər də digər ərazilərin nümayəndələrinə müraciət edə bilər. Bu işə müraciət etməkdə də çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq sizə ümumiyyətlə iş tapmağınızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.